Qaçıb tullanıb girərəm. Prostitusiya departamentə eləyəcək. We are from Azerbaijan. Business. Çantamı elə oteldə resepsiyondan xahiş elədim. Bəs burada buraxım 1 saata, 2 saata falan qayıdacam. Sübhanallah, demək olar artıq çatmışıq. Yəni çox az qalmışıq Məscid-i Nəbəvinin içərisinə daxil olmağa. Azan səsinin isə necə təsir elədiyini dillə başa salmaq qeyri-mümkündür. Bunu ancaq yaşadığı ölkədə məscid olmayan müsəlmanlar başa düşər. Mən Azərbaycanda yaşamıram. Mən xaricdə yaşadığım üçün bu azanın səsinə həsrət qalmışdım. Sorry, bro, where is the entrance? Entrance. I want to Salah. Close? Və burada giriş bağlıdır dedikdə sanki mən orada donub qaldım. Yəni hərəkətsiz şəkildə əsgərə baxmağa davam etdim. Yəni bu məscidin qapısı niyə bağlansın axı? Amma bu məscid bağlıdır ifadəsi sadəcə azan çəkilib namaz qılınana kimidir. Sonra təbii ki, bütün girişlər açılır. Burada isə göründüyü kimi məscid bağlı olduğu üçün insanlar namazlarını qılmaq üçün səccadələri küçələrə atır, orada öz ibadətlərini yerinə yetirirlər. Lan polislərlə var. Motosikletlə girib parkın üçün. Qaçıb tullanıb girərəm. Prostitusiya departamentə eləyəcək. Burada isə hamını yalandan sağa sola yönləndirirlər ki, insan çoxluğunu bir qapıya cəmlənməkdən uzaqlaşdırsınlar. Azərbaycanlılar isti qabaqma. Nəsə çox mehriban yanaşdılar. Nömrə falan götürdülər konkretmə. Arada yaşayırsan elə belə. Şəkil falan da çəkdirdik. Demirəm, bir xatirə idi, anı qaldı. Və nəhayət ki, namazlar qılındıqdan sonra qapılar girişə açıq elan edildi. Və mən də içəri girmək üçün can atanlardan biri olaraq baxmadım hansı qapıdır, tez atıldım ki, mən içəri girəcəm. Amma deyəsən çıxış qapısından içəri girməyə çalışıram. Amma o vəziyyətdə bunu fikirləşməyə həqiqətən məntiqim belə çatmırdı. Tapdalanmağa belə hazır idim içəri girməyin bahasına. Bu gördüyünüz böyük sətirlər isə zəvvarların günəşli havalarda ibadətini daha rahat yerinə yetirməsi və yağdıqda daha güclü olan şiddətli yağışdan qorunmaq üçün. Maşallah, bura çox səliqəli, çox böyük, çox geniş. İnsanın həqiqətən gözün oxşar, yəni baxdıqca doymursan. Çox qəşəng görsənir, çox qəşəng tikiblər buranı. Məscid-i Nəbəvi İslam tarixində inşa edilən ikinci məsciddir. Məkkədəki Məscid-i Haramdan sonra. İslamda müqəddəs sayılan ikinci yer Məscid-i Nəbəvidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. İbadət üçün yalnız 3 məscidə səfər edilər. Məscid-i Haram, Məscid-i Nəbəvi və Məscid-i Əqsa. Və burada da məsciddə necə davranmaq olmaz adlı canlı nümunəni görürsüz. Məscidin ədab ərkəninə uymayan iki insan mı deyim, məxluq mu deyim, Allaha xoş getsin. Yəni bunlardan hər yerdə var təəssüf ki. Belə. Burada hər bir kəs dilindən, irqindən, dərisinin rəngindən, danışdığı dildən, yaşından, xəstəliyindən, sağlamlığından fərqli olaraq tək bir şey üçün toplanıb. Məhəmməd sallallahu aleyhi və səlləm üçün, onun dini üçün, onun dininin birliyi üçün maşallah. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, bu məscidində qılınan namaz Məscid-i Haram xaric digər məscidlərdə qılınan 1000 rükət namazdan daha xeyir. Məscid-i Nəbəvi aşağı və yuxarı mərtəbələri hesaba qatıldıqda 600 min həyət daxil ərazisini də qeydə alsaq, toplam 800 min insan eyni anda namaz qıla bilir. Bu gördüyünüz minarələr isə Osmanlı dönemindən qalmış minarələrdir. Məscidin daxilinə 4500-dən çox dəstəmaz almaq üçün yer, 560 ədəd isə su çeşməsi vardır. Toplamda məscidin öz ərazisi 100 min metr kvadrat, həyəti ilə bərabər isə 235 min kvadrat sahəni əhatə edir. Ayaqqabıma gelip getirdim azdan başladı çalınmasın. Firdevsi, Fəhmi, şad oldum, əhlisində qardaşlarımızdır.
Danışdıq, şad olduq maşallah. Our brother Ramin. Good person. Azerbaijan. We are from Azerbaijan. Vallahi billahi deyirəm, hələ buradan çıxmamışam. Bayaqdan söhbətləşirəm burada. Cavan uşaqlarla insanlarla. Qarıxıram buradan sarma o deyə. Allah hamd olsun, hələ çıxmamışam, darıxıram. İçimdə hiss var ki, bir həftədən sonra başqa ölkədə olacam. Bir həftədən sonra başqa yerdə olacağıma görə narahat hiss edirəm bu dəqiqə. İnşallah tezdən gəlməyə lazımdır bura. Həqiqətən. Bunlara bax da əllər tutublar. Bir də görəsən qamıza uğramayıblar. Hava sərin nə deyəsən. Ay gözlə görə vurdun apardın mı? Ulan polis maşınları bu Honda sürür. Polis motosikletlerini. Çıkıdış. Yamuk fönlü ne bakın? Tina Turner gibi saçını kestirmiş ruh hali dengesiz tabi salak. Gelme lan gelme! Gelme sen kimsin? Lütfeder gibi. Bunların başı xarab da, gəlir delete elə. Hara delete eləm ha? Bir dənə video seçmək olmur bunların, Allah hamd olsun ya. Qaça gəlirlər adamın ki, delete elə. Eləmirəm delete. Tutabisiz gəlim tutun delete eləyim. Erkek ya! Sadəcə bir kliklə abunə olub dəstək olmağı unutmayın. Qardaşlarımız hazırlayır. İnşallah iyi bir sözü. Qiymətlər də ki belədir. Abi gəl bundan götürdüm. Gəl də bundan. Where are you from? Bangladesh. What are you doing here, bro? Business. Business. Bir də mağazaya girmişəm. Hər şey burada 2 real. Dırnaqdan. Nə bu dırnaqdan da bu? Bir dənə kalonka qoyublar. Ora kalonka qışqırır. Turyal. Ellerim kelepçeli, 2 real. Ne var? Turyal. 2 riyal, 2 riyal 4, 2 riyal 6 riyal. 6 real. You can speak Turkish. Harbi. 2 Turkish. Ha, 1 2 yalan. 6.5 hours later. Gəzdiyim yerdə Türk qardaşlara rastladım yenə. İnşallah bu qardaşlarla birgə Peyğəmbər sallallahu aleyhi və səlləm və onun ətrafında uyuyan Ömər və Əbu Bəkrin qəbr evlərini ziyarət edəcəyik. Bildiyiniz kimi peyğəmbərlər vəfat etdikləri yerdə dəfn olurlar. Allah Rəsulu da öz evində vəfat etdiyi üçün burada dəfn olunub. Salam aleyküm, nasılsınız? İyi misiniz? İyi olasın kardeşim. Video mu çekiyorsun? Aynen. 2 saattir geziniyorum, bırakmıyorlar beni içeri ya. İçeriye mi? Aynen. Şeye mi? Yeşil halıya mı? Şu peygamberin mezarını ziyaret etmeye çalışıyordum. Tamam, buradan şimdi gireceğiz, oradan geçeceğiz şimdi. Oradan gidin, bana burası Orada ters gelir. exit dediler. Bir şey də qeyd edeyim, bu böyük sətirlər əvvəllər xurma ağaclarının yarpaqları ilə əvəz olunurdu. Dövr müasirləşdikcə texnologiya öz sözünü deyir və yarpaqlar bu belə müasir sətirlərə ötürülür ki, bu axşamlar bağlanıb gündüzlər açılır. Hətta bu sətirlərin aşağı qismində, bilmirəm buradan görünür ya yox, bacardığım qədər yaxınlaşdıraram. Ventilyasiya sistemini oynayan yelpazələr də vardır ki, bu da zəvvarların sərinləməsinə şərait yaradır. Və buradan inşallah giririk içəri. Allahın izni ilə görək başımıza nə gəlir. Necəsən? Bura Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləmin minbəridir. Peyğəmbərimiz buyurub, minbərimlə evim arasında olan məsafə cənnət bağçalarından bir bağçadır. Sübhanallah, buradan keçəndə sanki dizlərimiz əsdi. Bunu dillə izah etmək qeyri-mümkündür.
nəsib elədi Allah. Bir qapı qədər uzaq idi Rəsulullah. Bir qapı qədər Rəsulullaha, bir qapı qədər Ömərə, bir qapı qədər Əbu Bəkərə. Ya Allah, ya Allah, bu nəsib elədin bizə, ya Allah. Videonu bəyənib kanala abunə olmağı unutmayın ki, motivasiyamız əksilməsin.